Bəli dostlar, qorxuruq. Təbii ki, qorxuruq. Nədən qorxuruq? Qorxduğu şeylər var. Pandemiya. Yəqin ki, bu video çoxların yadındadır. Və mənə deyirlər ki, bəs siz nə vaxt deyəcəksiniz bu pandemiyanın xəstəliyi keçirdənlər və ya vaksin vuranlar barədə. Və bu video paylaşandan sonra ətrafda dolaşan bəzi söz-söhbət və hiss etdiyim gərginliklər mənə onu göstərir ki, tanınmış insanlar dünya üzərində bir kəslər ki var, onlar qorxur və mən də qorxuram. Bir şeylər danışanda, bir dünyada baş verən konkret ipuculara verərkən görsənirlər ki, doğru olan şeylər deyəndə sənə bir çox qorxu dolu siqnallar gəlir. Və bu ondan xəbər verir ki, sən bir çox hallarda düzünü deyirsən. Və məndən də çox tanınmış dünya üzərində simalar, habelə, həkim, professor, akademik, müğənni və ya aktyor fərq etmir. Tanınmış kəslər bir şeylər açıqlayanda onları təbii ki, yəqin ki, politolog və ya hər hansı fərq etmir də siyasətçiləri təhdid edirlər. Kim? Söhbət Azərbaycandan getmir. Qlobalistlər. Dünya idarə edən böyük güclər. İstəmirlər ki, onlar barədə nələrsə doğru olan şeyləri kimlərsə desin, açıqlasın, analizlər eləsin. Və təbii ki, ya onları öldürür, ya yox edir, ya tutuzdurur, nəsə. Dünya güclər hər yerdə var. Dünya idarə edən qlobalistlər, yəni mənim dilimdə o vaxt mason və ya hər hansı bir qüvvələr, dünya idarə edən güclər dünyada gedən böyük prosesləri bilməsini istəmirlər. O barədə danışanları ya bir gülünc mənbəyinə gətirirlər, əgər balaca bir güclərdirsə, gülünc mənbəyinə gətirir, güldürür, keçir. Qara PR aparır onlar barədə. Və ya yox, insanlar artıq o barədə danışdıqları ciddiyə almağa başlasa və insanlar da analiz eləyəndə ki, doğrudan da bunların dediklərində bir doğruluq var, artıq onu oradan götürür. Ona görə də bu pandemiya barədə açıq danışmaqdan, ona görə qorxuram. İstirdim danışım. Son 5 ildə hər şey özünüz görəcəksiniz.